Bu sözlər nə vaxt təyin, nə vaxt zərfli olur. Bəzi sözlər var ki, dilimizdə cümlə daxilində yerinə görə həm zərfli, həm də təyin ola bilir. Məsələn, gözəl, qəşəng, zərif, mehriban, yaxşı, pis, çox, az, xeyli, bir xeyli, bir qədər və s. Bu tipli sözlər cümlə daxilində nə vaxt təyin olur, nə vaxt zərfli olur. Əgər əşyaya aid olarsa təyin, əgər hərəkətə aid olarsa zərfli olur. Nümunələrə baxaq. Məsələn, nümunələrə nəzər salaq. Birinci cümlədə gözəl gəlin ortalıqda süzürdü. Gözəl sözü özündən sonra gələn ismə aiddir, əşyaya aiddir. Deməli, burada gözəl sözü təyindir. Cümləni təhlil eləsək, məsələn, süzürdü, kim süzürdü, gəlin, hansı gəlin, gözəl gəlin. Mübtədaya aiddir və cümlənin təyinidir. Amma ikinci cümləyə nəzər salsaq, danışırdı, necə danışırdı? Artıq burada hərəkətin tərzini, necəliyini bildirdiyi üçün, deməli, burada təyin yox, zərfli olacaq. Mehriban qızdır. Qız sözü isim olduğuna görə, deməli, bu cümlədə mehriban sözü olacaq, təyin, ismi xəbərə aid olacaq. Mehriban davranırdı. Davranmaq sözü hərəkət olduğuna görə, mehriban sözü burada olacaq, zərf. Və yaxud var idi, nə var idi, çeşid, nə qədər çeşid, xeyli çeşid. Əşyanın sayını bildirdiyi üçün, çeşidin sayını bildirdiyi üçün burada təyin olacaq. Gəzdilər deyəndə isə nə qədər gəzdilər, artıq burada hərəkətin qədərin bildirdiyi üçün burada olacaq zərfli. Bir qədər yemək ye, nəyi, yeməyi, nə qədər yemək, bir qədər. Əşyanın, yeməyin qədərin bildirdiyi üçün burada olacaq, üzr istəyirəm, burada olacaq təyin, təyinin xətti olacaq burada. Bir qədər ye, artıq burada ye sözü hərəkət bildirdiyinə görə bir qədər sözü olacaq zərfli. Deməli, bir qədər yemək ye cümləsində bir qədər sözü təyin olacaq. Bir qədər ye cümləsində isə hərəkətə aid olduğu üçün bir qədər sözü zərfli olacaq.